Salam, hər vaxtınız xeyir olsun. Bugün iyun ayının 18-i, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Bakıda İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Qurani Kərimdən ayə oxundu. Daha sonra İslam İnkişaf Bankı haqqında video çarx nümayiş olundu. Dövlətimizin başçısı tədbirdə çıxış edir. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşün sülh prosesi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Paşinyan bu barədə parlamentdə çıxışı zamanı danışıb. O qeyd edib ki, məqsəd Ermənistan və Azərbaycan arasında sülh prosesinin dinamikasını qorumaq və iki ölkənin sülh gündəliyinə sadiqliyini nümayiş etdirməkdir. Onun sözlərinə görə seçkilərdən sonra sülh prosesinin zəiflədilməsi vacib idi və məhz bu səbəbdən tərəflər arasında birbaşa təmaslar davam etdirilib. Paşinyan həmçinin bildirib ki, bu formatda görüşün ilk dəfə Ermənistan ərazisində keçirilməsi önəmlidir və növbəti təmasın Azərbaycanda baş tutacağı gözlənilir. Baş nazir çıxışında Ermənistanın müxtəlif qüvvələrini də tənqid edib. Onların sülh prosesinə risk yarada biləcəyini diqqətə çatdırıb. O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını xatırladaraq, sülh gündəliyinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Cenevrədə Azərbaycanın Avropada artan irqçilik və İslamofobiyadan duyduğu narahatlığı ifadə olunub. Azərbaycan inkişaf hüququnun habelə iqtisadi, sosial və mədəni hüquqlar da daxil olmaqla insan hüquqlarının qorunması və təşviqinin demokratiyanın, sülhün və rifahın mərkəzində dayandığına inanır. Bu, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin BMT-nin İnsan Hüquqları Şurasının 62-ci sessiyasında Ali Komissarın illik hesabatı üzrə interaktiv dialoq zamanı səsləndirilən bəyanatında öz əksini tapıb. Qeyd olunub ki, Cənubi Qafqaz hazırda qarşıdurmadan uzaq və əməkdaşlıq məkanına çevrilmək üçün tarixi bir şans əldə edib. Bunun faydaları artıq ortadadır. Azərbaycan təkcə yaxın qonşuluqda olan ölkələrə deyil, həm də regionun hüdudlarından çox-çox kənara yeni iqtisadi, ticarət və tranzit perspektivləri açıb və təklif edib. Hökumətin əsas prioritetlərindən birinin çoxsaylı məcburi köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı yenidən qurma və bərpa fəaliyyəti olduğu diqqətə çatdırılan bəyanatda geri qayıtmaq və ləyaqətli yaşayış hüququnun mühüm insan hüquqları olduğu bildirilib. Bu hüquqların reallaşdırılmasına, eləcə də minlərlə itkin düşmüş şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsinə mane olan amil geniş ərazilərdə külli miqdarda mina və partlamamış hərbi sursatların olmasıdır. Biz beynəlxalq birliyi bu məsələyə laqeyd qalmamağa və həmrəylik nümayiş etdirməyə çağırırıq. Bəyanatda həmçinin Avropa İttifaqı daxilində etnik və dini azlıqlara təsir edən irqiçilik və ayrı seçkilik, İslamofobiyanın artması və böyüyən sosial dözümsüzlük də daxil olmaqla insan hüquqları sahəsində davam edən problemlərdən narahatlıq ifadə olunub. Miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı qeyri-bərabər rəftar, inteqrasiya qarşısındakı maneələr, habelə ləyaqət, müdafiə və hüquqlara bərabər çıxışla bağlı suallar doğuran təcrübələr barədə hesabatlar bizi narahat etməkdə davam edir. İnsan hüquqları ardıcıl şəkildə və
ayrı seçkiliyə yol verilmədən təşviq edilməli, səmərəli beynəlxalq əməkdaşlıq isə qarşılıqlı hörmətə, obyektivliyə və bərabər standartlara əsaslanmalıdır. Naxçıvanda 3-cü Qərbi Azərbaycana Qayıdış Konqres Festivalı keçirilir. Naxçıvanda Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 3-cü Qərbi Azərbaycana Qayıdış Konqres Festivalı keçirilir. Konqres Festival iştirakçıları ümumilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül qoyulub. Ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirdə səlahiyyətli nümayəndəliyin, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, Qərbi Azərbaycan icmasının, ali təhsil ocaqlarının nümayəndələri, ziyalılar, ictimaiyyət təmsilçiləri, gənclər və media təmsilçiləri iştirak edirlər. 3-cü Qərbi Azərbaycana Qayıdış Konqres Festivalı öz işini Ordubad şəhərində davam etdirəcək. Hazırda Bakı şəhəri Nizami rayonunda yerləşən neft emalı zavodunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Xarici xəbərlərlə davam edirik. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ABŞ ilə anlaşma memorandumunun hər iki ölkənin lideri Məsud Pezeşkiyan və Donald Trump tərəfindən imzalandığını açıqlayıb. O, İran və ABŞ arasındakı anlaşma memorandumunun rəqəmsal şəkildə imzalandığını bəyan edib. Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək deyə sözçü qeyd edib. Bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır. Lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalanma mərasimi keçirilməyəcək deyə Bəqai bildirib. Onun sözlərinə görə memorandumun mətnində danışıqların yalnız nüvə məsələsi və sanksiyaların ləğvi istiqamətində aparılacağı vurğulanıb. ABŞ prezidenti Donald Trump İranla qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiqləyib. Trump bu barədə Fransa prezidenti Emmanuel Macronla görüşündən sonra bildirib. Bəli, o imzalanıb deyə Trump qeyd edib. Onu imzaladım, o imzalanıb deyə bir daha Trump təkrarlayıb. Trump ABŞ kəşfiyyat xidmətlərinin qapalı brifinqində iştirak edəcək. Donald Trump iyunun 18-də kəşfiyyat xidmətlərinin brifinqində iştirak edəcəyi deyilir. Bu dövlət başçısının iş qrafikində əksini tapıb. Qrafikə əsasən brifinq yerli vaxtla saat 15:00-da, Bakı vaxtı ilə 23:00-da başlayacaq. Onun mövzusu açıqlanmayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər, Kəşfiyyat və Silahlı Qüvvələr üzrə komitələrinin yüksək vəzifəli üzvləri Dövlət Departamentindən İranla bağlanmış anlaşma memorandumu barədə ətraflı məlumat təqdim etməyi tələb ediblər. Dövlət Departamentinin rəhbəri Marko Rubioya müvafiq məktubu Greg Meeks, Jim Himes və Adam Smith göndəriblər. Sənəddə konqresmenlər memorandumun tam mətnini, həmçinin bütün müşayiət edici sazişləri və onun icra mexanizmlərini almağı gözlədiklərini bəyan ediblər. Onlar həmçinin ABŞ-nin İranla danışıqlar strategiyası və gələcək razılaşmalar barədə izahat tələb ediblər. Bundan əlavə qanunvericilər İranın
raket proqramına və onun yaxın şərqdəki müttəfiq qüvvələrə dəstəyinə qoyula biləcək mümkün məhdudiyyətlər, eləcə də İranın dondurulmuş aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı planlar barədə məlumat istəyiblər. ABŞ Dövlət Departamentindən bildirilib ki, administrasiya konqresi mütəmadi olaraq məlumatlandırır və Amerika ictimaiyyətinə şəffaf informasiya təqdim edir. Bu arada ABŞ Senatındakı bir sıra demokratlar sazişə şübhə ilə yanaşdıqlarını ifadə ediblər. Demokratik azlığın lideri Chuck Schumer bəyan edib ki, Trump administrasiyası danışıqları səmərəsiz aparıb. Senator Mark Warner vurğulayıb ki, sənədi ABC-nin qələbəsi hesab etmək olmaz. Richard Blumenthal isə sazişi Amerika Birləşmiş Ştatlarının qeyd-şərtsiz təslim olması kimi şərh edib. Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri 113,3 milyard dollar təşkil edib. Bu barədə İran World Tracker portalı məlumat yayıb. Portal hərbi qulluqçuların yaxın şərqə köçürülmüş gəmilərin saxlanılması xərclərinin, həmçinin digər müşayiət edici xərclərin hesablanmasını aparır. Qeyd edilib ki, hesablama metodikası ABŞ Müharibə Nazirliyinin Konqresə hesabatına əsaslanır ki, ona əsasən əməliyyatın ilk 6 günü 11,3 milyard dollara başa gəlib. Sonradan isə xərclər sutkada təxminən 1 milyard dollar təşkil edib. İran World Tracker'ın yekun hesablamalarına görə yaxın şərqdə 108 gün davam edən münaqişə ABŞ-yə təxminən 113,3 milyard dollara başa gəlib. Sepah Qüds qüvvələrinin komandiri General Qasım Süleymaninin öldürülməsi əməliyyatını ABŞ İsraillə birlikdə imzalayıb. Bunu Fransada jurnalistlərə ABŞ prezidenti Donald Trump deyib. Yadınızdadırsa, mən onu ölüm vadisində partlatdım. O təyyarədən düşdü və biz də onun ardınca getdik. Və açığı İsrail mənə çox gözəl yanaşırdı. Amma onlar bu hücumu həyata keçirmək istəmirdilər. Onlar bir gecə əvvəl tam hazır idilər, amma deyəsən onlar bunu etmək istəmirdilər. Ona görə də qərar verməli oldum. O əməliyyatın birgə həyata keçirildiyini qeyd edib. Daşınmaz əmlak sektorunda dediyimiz kimi bu İsrail ilə bizim aramızda birgə müəssisə idi. Bir ay hazırlaşdıq və təxminən bir ay əvvəlcədən onun hansı təyyarə ilə uçacağını bilirdik. O yalnız böyük və çoxlu sərnişinlik kommersiya təyyarələri ilə uçurdu. Çünki bilirdi ki, biz onu bu şəkildə vurmayacaq. Qeyd edək ki, Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ hərbi hava qüvvələrinin raket hücumu nəticəsində öldürülüb. Amerika hərbiçiləri hələ bir müddət Fars körfəzi bölgəsindəki mövqelərində qalmağa davam edəcəklər. Bunu ABŞ prezidenti Donald Trump bəyan edib. Jurnalistin Amerika qoşunlarının regionda qalma müddəti ilə bağlı sualına cavab olaraq Trump qeyd edib ki, söhbət müvəqqəti mövcudluqdan gedir. Ehtimal ki, müəyyən müddət ərzində deyə Amerika lideri bildirib. Bununla yanaşı ABŞ prezidenti regionda gələcək hadisələrin əlverişli inkişafına ümid etdiyini də bildirib. Los Ancelesdə böyük yanğın baş verib və yanğınla əlaqədar sakinlərə xəbərdarlıq olunub. Ambarda böyük yanğın başlayıb və şəhər hakimiyyəti yerli sakinləri qapalı məkanlara sığınmağa çağırıb. Bu barədə şəhər administrasiyasına istinadən ABC televiziyası məlumat yayıb. Bildirilir ki, çərşənbə günü gündüz saatlarında Boyle Heights rayonundakı kommersiya binasında günəş panellərində yanğın baş verib. Səmaya bir neçə kilometr məsafədən görünən qatı qara tüstü qalxıb. Şəhər hakimiyyəti sakinlərə pəncərə və qapıları bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib. Şəhər hakimiyyəti sakinlərə ehtiyatlı
olmalarını bildirib. Yanğının söndürülməsinə 2 helikopter cəlb olunub. Los Angeles polisi taktiki həyəcan vəziyyətinə keçirilib. Zərər çəkənlər barədə hər hansı bir məlumat verilməyib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Ermənistanla normallaşma prosesinin nəticəliliyini Nikol Paşinyan hökumətinin atacağı addımlarda görür. Hakan Fidan bu barədə Rusiyaya səfərinin yekunlarına dair Türkiyə qəzetinə verdiyi müsahibəsində belə deyib. O normallaşma istiqamətində həm Ermənistan, həm də Türkiyə tərəfindən önəmli addımlar atıldığını bildirib. Yeni dönəmdə edilməsi vacib olan şeylər ortadadır. Biz o şərtlər ortaya çıxdığı zaman normallaşmaya hazırıq deyə Fidan qeyd edib. Türkiyə Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Zəngəzur dəhlizi ilə bağlı təklifi Ermənistanda ciddi narahatlıq yaradıb. Baxçalı trip layihəsi Zəngəzur dəhlizinin Turan dəhlizi adlandırılmasını təklif edib. O bildirib ki, bu marşrut əslində Turan dəhlizi adlandırılmalıdır. Bu marşrut Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Türkiyəni qardaş Azərbaycan vasitəsilə Xəzər dənizinə, oradan da Türkistana çıxaracaq. Bu dəhliz bir millət, iki dövlət ruhunun Türk dünyasında yayılması üçün strateji cəhətdən əhəmiyyətli mühit yaradacaq. Bu marşrut mahiyyət etibarilə Turan dəhlizidir. Baxçalı qeyd edib ki, Turan dəhlizi Qarsdan Türkistan sərhədlərinə qədər uzanan tarixi və mədəni bir qapıdır. O, bu dəhlizin əsrin əsas nəqliyyat və ticarət yollarından birinə çevriləcəyini, Türk dünyasının iqtisadi dirçəlişinə səbəb olacağını da bildirib. Həmçinin o, Ermənistanda xüsusilə revanşistlər arasında narahatlıqla qarşılanıb deyə bildirib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Rusiyada keçirdiyi görüşlərdə ölkəsinin Cənubi Qafqazda sülh və rifahla bağlı səylərə dəstəyini yeniləyib. Fidan bu barədə X sosial media hesabında Rusiyaya səfərinə dair etdiyi paylaşımda bildirib. O qeyd edib ki, bu çərçivədə 3+3 regional əməkdaşlıq platformasının önəmli potensialı var. Hakan Fidan həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara Türkiyənin ev sahibliyi edə biləcəyini keçirdiyi görüşlərdə vurğuladığını xüsusi diqqətə çatdırıb. Qeyd edək ki, Fidan Kazana səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinə həmkarı Sergey Lavrov daxil olmaqla bir sıra görüşlər keçirib. Ukrayna Rusiya paytaxtı və əyalətdə müxtəlif obyektlərə kütləvi dron hücumu həyata keçirib. Dron zərbələri nəticəsində Rostov vilayətində Qukova neft anbarında güclü yanğın başlayıb. Krımda Ukrayna Şimali Krım avtomobil və dəmir yol körpülərini hədəf alıb. Hər iki körpüyə 20-yədək dron zərbəsi endirilib. Bundan əlavə Ukrayna dronlarının hədəfi yenə Moskva şəhəri olub. Hazırda davam edən hücumda 40-dək dronun zərərsizləşdirildiyi elan olunsa da, hədəfə çatanlar da az deyil. Belə ki, Moskva meri Sergey Sobyaninin elan etdiyinə görə bir neçə dron hava müdafiəsini yararaq yenidən Moskva neft emalı zavoduna hücum etməyi bacarıb. Mer bildirib ki, nəticələrin aradan qaldırılması üçün də tədbirlər görülür. Sosial şəbəkələrdə isə zavodda başlanan güclü yanğının görüntüləri paylaşılır. Bundan əlavə, Mer Moskvada yerləşən Sadovod ticarət mərkəzinin ərazisi və binalardan birində yüngül ziyan dəydiyinə dair də məlumat yayıb. Moskvadakı bütün hava limanları işini dayandırıb, hücumlar davam edir.
Rusiya ordusu S-300 zenit sistemləri üçün raketlərin ciddi çatışmazlığı ilə üzləşir. Bu, düşmənin hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə zəiflədir və Ukrayna silahlı qüvvələrinə Rusiyanın arxa cəbhəsindəki hərbi hədəfləri daha effektiv şəkildə məhv etməyə imkan verir. Bu barədə CBC News-un məlumatında bildirilir. Rusiya niyə raket çatışmazlığı yaşayır? Kəşfiyyat istiqamətləndirmələri ilə tanış olan Ukrayna rəsmilərinin sözlərinə görə Moskva S-300 sistemlərinin ehtiyatlarını qeyri-davamlı sürətlə tükəndirir. Əsas səbəblərdən biri Rusların bu zenit raketlərini Ukraynadakı yerüstü hədəflərə zərbələr endirmək üçün yer-yer raketləri kimi yenidən istifadə etmələridir. Bundan əlavə, Rusiyanın arsenalları Ukraynanın dərin zərbə dronlarının, xüsusən də reaktiv mühərrikli modellərin müntəzəm basqınları ilə tükənir. Rusiya raket zərbələrindən müdafiə olunmaq əvəzinə bu hücumları dəf etmək üçün bahalı raketlərə pul xərcləməyə məcburdur. Kreml üçün vəziyyət Ukraynanın Rusiya hava hücumundan müdafiə sistemlərini hədəf alması ilə daha da mürəkkəbləşir. Rusiya Ukraynanın desant çıxarma əməliyyatına hazırlıq məqsədi ilə işğal olunmuş Krımda mövqeyini gücləndirir. Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletenchuk Kiev Independent qəzetinə verdiyi müsahibəsində belə deyib. O qeyd edib ki, Ukrayna desant əməliyyatları aparır və Rusiya tərəfi bunu real təhlükə hesab edir. Pletenchuk həmçinin sözgedən əməliyyatların daha böyük hərbi əməliyyatın tərkib hissəsi olduğunu vurğulayıb. Lazım gələrsə, Ukrayna Krımı azad etmək üçün istənilən əməliyyatı həyata keçirəcək. Güclü Ermənistan partiyasının lideri Rusiyalı iş adamı Samvel Karapetyan ölkənin müxalif siyasi qüvvələrinin birləşdirilməsi prosesinin başladığını açıqlayıb. Karapetyanın sözlərinə görə müxalifət əvvəlki mərhələdə öz imkanlarını olduğundan da yüksək qiymətləndirib və vaxtında vahid mövqe formalaşdıra bilməyib. Mübarizənin əvvəlində gücümüzü şişirtmiş ola bilərik və bütün müxalifət qüvvələri ilə razılığa gəlmək fürsətini əldən vermişik. Hazırda birlik ölkəmiz və xalqımız üçün çox vacibdir deyə o bildirib. Karapetyan qeyd edib ki, mövcud siyasi vəziyyətin müzakirəsi və problemlərin həlli yollarının hazırlanması məqsədi ilə əlaqələndirici şuranın yaradılması da təklif olunur. Onun fikrincə, bu mexanizm müxalif qüvvələr arasında əməkdaşlığın gücləndirilməsinə və fəaliyyətin koordinasiyasına xidmət edəcək. Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistan və Güclü Ermənistan bloklarından deputatlığa namizədlər Asatur Koçaryan və Aşot Yeqazaryan barəsində Baş Prokurorluğun təqdimatlarını təmin edib. Bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat yayılıb. Bundan əvvəl Baş Prokurorluq MSK-ya Ermənistan blokunun lideri, ikinci prezident Robert Köçəryan və Ruslan Barsegyan barəsində cinayət təqibinə icazə verilməsi üçün müraciət etmişdi. Gün ərzində Mərkəzi Seçki Komissiyası həmçinin Baş Prokurorluğun Köçəryanın cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verilməsi ilə bağlı təqdimatına da baxış keçirib. Qodnisanovun addımı Rusiyada gündəm olub. Azərbaycanlı iş adamı Qodnisanov Sankt-Peterburqda inşa olunacaq yeni pravoslav kilsəsinin tikintisini maliyyələşdirəcək. Söhbət müqəddəs İonanın Kronsadinskinin şərəfinə tikiləcək məbədindən gedir. Rus Pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill iyunun 14-də kilsənin təməl daşını təqdis edib. Mərasim Sankt-Peterburqda Karpovka sahilində keçirilib. Layihənin hazırlanmasına 2026-cı ilin martında başlanılıb. Təməl qoyma mərasimində Azərbaycanlı iş adamı Qodnisanov da iştirak edib.
Yeni Pravoslav kilsəsinin 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Məbəd təxminən 3,5 min kvadrat metr ərazidə inşa olunacaq. Hazırda kilsənin tikintisi ilə bağlı təşkilati və texniki mərhələ davam edir. Godnisanov Kiyevskaya Ploşad şirkətinin direktorlar şurasının sədridir. O, Rusiyada iri biznes layihələri ilə yanaşı sosial və xeyriyyə təşəbbüslərinə də dəstək göstərməsi ilə tanınır. Nisanovun şirkəti daha əvvəl Sankt-Peterburqda Probir Palatasının binasında idman kompleksinin yaradılmasına maliyyə ayırıb. Həmin kompleks 2026-cı ilin fevralında istifadəyə verilib. Bu ilin aprelində Godnisanova şəhərin ictimai həyatına və xeyriyyə layihələrinə verdiyi töhfəyə görə Sankt-Peterburqun fəxri xeyriyyəçisi adı ona təqdim olunub. Rusiyanın Moskva vilayətində gecə və səhər saatlarında hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib. Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev Telegram kanalında məlumat paylaşıb. Onun sözlərinə görə Jukowski şəhərində PUA çoxmənzilli yaşayış binasına düşüb. Nəticədə binanın 23 və 24-cü mərtəbələri arasında yanğın pilləkəninə çıxış hissəsi və 2 eyvan zədələnib. İlkin məlumata əsasən xəsarət alan olmayıb. Hazırda sakinlərin təxliyəsi həyata keçirilir. Elektrostal şəhərinin Stepanova kəndində isə vurulan PUA-nın qalıqları fərdi yaşayış evinin damına ziyan vurub. Çiynindən yüngül xəsarət alan qadın hospitalizasiya olunmaqdan imtina edib. Bundan başqa Elektrostalda Radio küçəsində PUA qalıqlarının düşməsi nəticəsində bir avtomobil yanıb. Yanğın qısa müddətdə lokallaşdırılıb. Lyubersk şəhərində isə bir neçə ərazidə PUA qalıqlarının düşməsi qeydə alınıb. Nəticədə fitness mərkəzinin binasına və sənaye zonasında yerləşən obyektə ziyan dəyib. İlkin məlumata görə xəsarət alan yoxdur. Həmçinin PUA qalıqları Belaya Daça ticarət mərkəzinin damına düşərək yanğına səbəb olub. Yanğının sahəsi və mümkün zərər çəkənlərlə bağlı məlumatlar hələ ki dəqiqləşdirilib. Çexov şəhərinin Masnova Jukova kəndində isə PUA bağ evinə düşüb. Hadisə nəticəsində tikili və təsərrüfat obyektləri dağılıb. Krukova qəsəbəsində də PUA qalıqlarının bir neçə bağ sahəsinin ərazisinə düşdüyü deyilir. Vorobyev əlavə edib ki, Pavlovski Posad şəhərinin Fateva kəndində PUA zərbəsi nəticəsində 2 bağ evi yanıb. Hadisə yerinə yanğın söndürmə briqadaları cəlb olunub. Hazırda bütün ünvanlarda fövqəladə xidmət əməkdaşları, hüquq mühafizə orqanları və tibb işçiləri işlərini davam etdirirlər. Yerli xəbərlərlə davam edirik. Bu il keçirilmiş qəbul imtahanlarında ikinci ixtisas qrupu üzrə maksimum nəticə 688,9 bal, üçüncü ixtisas qrupu üzrə maksimum nəticə 688,7 bal olub. Dövlət İmtahan Mərkəzindən bu barədə məlumat verilib və qeyd edilir ki, hər iki ixtisas qrupu üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən bu imtahanda ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbin məzunu Rüstəmli Banu Çiçək Bəxtiyar qızı göstərib. O imtahanın birinci mərhələsində 291,9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688,9 bal toplayan Rüstəmli Banu Çiçək ikinci ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. Bildirilib ki, bu imtahanda üçüncü ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər Bakı şəhər Suraxan rayonu Bəhluzadə adına xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı,
Nizami rayonu 62 saylı məktəb liseyin məzunu Qasımova Ayşə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstəriblər. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287,7 bal, Qasımova Ayşə 285,9 bal, Qardaşova Fidan isə 285,2 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 3-cü ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızıdır. O imtahanın birinci mərhələsində 293,8, ikinci mərhələsində isə 396,2 bal toplayıb. Qəbul imtahanında iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub və onların nəticələri ləğv edilib. Həmçinin imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56.847 abituriyentdən 2429 nəfər imtahanda iştirak etməyib. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb. Müttadan verilən məlumata görə test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb. Bildirilir ki, təşkil olunan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna bugün saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər platformanın sertifikatlaşdırma bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq. Bildiririk ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil olunub. Dövlət İmtahan Mərkəzi Ali Təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanlarının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələrini elan edib. İmtahan nəticələri ilə nəticələrinə əsasən bakalavrlar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə ESSE tapşırıqları yoxlanıldıqdan sonra 4 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə ən çox 95, ESSE üzrə isə 5 bal toplaya bilərlər. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bu obyekt mövcud bazarın bərpası deyil, müasir tələblərə uyğun şəkildə tam yenidən inşa olunmuş yeni bir heyvan bazarıdır. Bazar baytarlıq sanitariya və təhlükəsizlik tələblərinə uyğun infrastrukturlarla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Kliniki baxış platforması, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar da quraşdırılıb. Eyni zamanda heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib. Su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb.
Xətai rayon ərazisində yerləşən mağazalardan birindən 10.000 manat pul vəsaiti oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə əməli törətməkdə şübhəli bilinən həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı Qasımov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri keçirilib. Paytaxt ərazisində keçirilən əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Araşdırmalarla müəyyən olunub ki, Nicat Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib. Faktla bağlı cinayət işi başlanılıb. Nicat Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, araşdırmalar aparılır. Xətai rayonu Kənd Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. İdrak liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hakim elan edib ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur. Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd olunub ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə İdrak liseyinə 10-cu sinifdə oxuduğu bildirilib. İclasda elan olunub ki, məhkəmə prosesində yeniyetmənin qanuni nümayəndəsi qismində anası iştirak edir. Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə onun yetkinlik yaşına çatmadığını əsas gətirərək məhkəmə baxışının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib. Yeniyetmə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib və əməlindən peşmandır deyə o bildirib. Həmçinin zərər çəkmiş şəxslə qanuni qaydada barışıq əldə olunub, yaşadığı yerdən müvafiq arayış təqdim edilib. O, İngiltərədə kurs keçib, diplomları və nailiyyətləri var. İdrak liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Saxlandığı yerdə özünü nümunəvi aparır. İnternetdəki müəyyən oyunların təsirinə düşüb deyə bildirib. Ailəsi də bu hadisəni elə normal qəbul etmir. Xahiş edirik, indiki mərhələdə onun barəsində qəbul edilmiş həbs qəti imkan tədbiri dəyişdirilsin. Ancaq vəsatət təmin edilməyib. Növbəti məhkəmə baxışı iyulun 1-nə təyin olunub. Yevlax rayonunda ölüm hadisəsi baş verib. Mingəçevir şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkşəm kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarətlərdən keçinib. Hadisə yerinə polis və prokurorluq orqanları cəlb olunub. İlkin məlumata görə Pirimov ov tüfəngi ilə özünü güllələyib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır. Gəncədə su üstündə dava düşüb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Elvin Aliyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında mübahisə düşüb. Nəticədə mübahisə əlbəyaxa davaya çevrilib. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə mübahisə istixananın suvarılması üstündə düşüb.
Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən 10.000 manat pul vəsaiti oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı Qasımov müəyyən olaraq saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir. Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin penitensiar xidmətinin cəza çəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Göygöl rayonu Çaylı kənd ərazisində gizlədilmiş 2 ədəd toz 8 markalı odlu silah, ona məxsus 13 ədəd güllə və 1 ədəd süngi bıçaq onlardan götürülüb. Faktla bağlı araşdırmalar davam edir. Son bir xəbəri diqqətinizə çatdırmaq istəyərdim. Bugün səhər saat 08:30 radələrində bayaq qeyd etdiyimiz kimi neft emalı zavodunun 31 saylı katalitik reforming qurğusunda yerləşən 211 bir saylı isti dəyişdiricinin üst qapaq hissəsinə buraxılış nəticəsində yanğın baş verib. Bu barədə Sokar Downstream MMC-dən məlumat verilib. Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb. Zavodun fəaliyyəti təhlükəsizlik tədbirlərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar aparılır. Davam edirik. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi 51 kiloqram narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam edir. Paytaxt ərazisində keçirilən növbət əməliyyat zamanı 26 yaşlı şəxs saxlanılıb, ondan 51 kiloqram tərkibdə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop tərkibli metadon həbi aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Bakı-Quba yolunda sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi və yolda lazımi nişanları quraşdırmaması 17 yaşlı qızın ölümü ilə nəticələnən dəhşətli qəzaya səbəb olub. Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb və bildirilir ki, avtomobil texniki nasazlıq səbəbindən yolda məcburi dayanıb. Lakin sürücü mümkün qəzanın qarşısını vaxtında almaq üçün qanunla nəzərdə tutulan zəruri təhlükəsizlik tədbirlərini görmək və maşını dərhal yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib. Bununla da vəzifəsini yerinə yetirdiyini güman edib. Sürücünün yolda qəza dayanma nişanı qoymaması ucbatından həmin zolaqda motosikletlə hərəkətdə olan 17 yaşlı Zəhra Mehdizadə yaranmış təhlükəsiz şəraiti vaxtında qiymətləndirə bilməyib və yüksək sürətlə Mercedesə çırpılıb. Motosikleti sürücülük hüququ olmadan idarə edən Zəhra Mehdizadə ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır. Baş Dövlət Yol Polis İdarəsi bir daha bütün iştirakçılara, hərəkət iştirakçılarına xəbərdarlıq edərək bildirir ki, nasaz nəqliyyat vasitələri ilə yola çıxmasınlar. İdarə xatırladır ki, məcburi dayanma zamanı qanunvericiliklə nəzərdə tutulmuş vəzifələr düzgün və vaxtında icra edilməlidir. Eyni zamanda sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsinə imkan verilməməli, özünüzün və başqalarının həyatına laqeyd yanaşılmamalıdır deyə idarədən bildirilib.
Bakıda taksi xidmətləri ilə bağlı yeni narazılıqlar gündəmə gəlib. Bildirilir ki, bəzi sürücülər müştəriyə zəng edərək gediş haqqının sərfəli olmadığını deyir və sifarişdən imtina etməyi təklif edirlər. İddialara görə bunu həm də şirkətlər tapşırır. Ekonom seçim olmadığı halda isə vətəndaş məcbur qalıb komfort, biznes ya da prioritet seçir və bu da qiymət olaraq təbii ki, fərqə gətirib çıxarır. Bəs taksi bazarında nə baş verir? Sadə vətəndaşlar bu hallarla necə mübarizə aparmalıdır? Bu barədə Qlobal İnfoazda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, hazırda bazarda təkcə avtomobil deyil, həm də sürücü çatışmazlığı hiss olunur. Çünki əsas məsələ onu idarə edəcək sürücünün tapılmasıdır. Bu amil nəqliyyat vasitələrinin rentabelliyinə və xidmətin səmərəliliyinə təsir göstərir. Taksi sifarişi proqramlarında müxtəlif qiymət kateqoriyaları təqdim olunur və sərnişinlər təbii olaraq daha ucuz gedişlərə üstünlük verirlər. Məsələn, eyni marşrut üzrə 5, 8 və ya 15 manatlıq seçim olduqda əksər hallarda ən ucuz variant seçilir. Lakin bu vəziyyət sahibkar üçün həmişə sərfəli olmur. Çünki taksi sayəsində aparılan islahatlar, kreditlə alınmış avtomobillər, ehtiyat hissələrinin və təmir xərclərinin bahalaşması xidmətin maya dəyərini artırır. Sahibkar qiyməti birbaşa yüksəldə bilmədiyi üçün bunu dolayısı yollarla kompensasiya etməyə çalışır. Nəticədə sürücü ilə sərnişin arasında narazılıqlar yaranır. Bu da müxtəlif formalarda taksi fəaliyyətinin qiymətlərinə birbaşa təsir göstərir. Ekspert bildirir ki, bu hallar baş verdikdə sərnişin ilk növbədə özü sifarişi ləğv etməməlidir. Çünki sifarişi sürücünün ləğv etməsi sistemdə qeydə alınır və şirkət həmin sürücünün fəaliyyəti ilə bağlı araşdırma apara bilir. Vətəndaş belə hallarda tətbiq üzərindən şikayət etməli, zəng və yazışmaların ekran görüntülərini saxlamalıdır. Əgər bu hallar kütləvi xarakter alıbsa, aidiyyatı dövlət qurumlarına da müraciət etmək məqsədə uyğundur. Interpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Almaniyada müəyyən edilən daha bir şəxsin iyunun 18-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib və bildirilib ki, 1990-cı illərin əvvəllərində tamah niyyəti ilə maddi sərvət əldə etmək məqsədi ilə digər şəxslərlə cinayət əlaqəsinə girib, zorakılıqla bağlı olan basqınla müşayiət olunan quldurluq hərəkətləri edərək zərər çəkmiş Qurbanəli Mustafayevin sağlamlığına ağır zərbə vurmaqla onu qəsdən öldürməkdə ittiham edilmiş və 33 il beynəlxalq axtarışda olan Gürcüstan vətəndaşı Şamilov Elşən Həsənoğlunun yeri Almaniyada müəyyən edilib və o həbs olunub. Baş prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətin beynəlxalq nüfuzunu və Almaniya Federativ Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir. Şamilov Elşən Həsənoğlu Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin və Nazirliyin Penitensiar Xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyanın Frankfurt şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Azərbaycanda Aşura günü keçirilən könüllü qan vermə aksiyalarında toplanan qan ölkənin 2 aylıq qan ehtiyacını qarşılayır. Bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib. Onun sözlərinə görə həmin gün ölkə üzrə 3-5 min vahid qan toplanır. Bu isə dövlət səviyyəsində böyük bir göstəricidir. Bir vahid qan 3 nəfəri xilas edir. Bir vahid qanla 3 komponent alınır. Qanın qırmızı hissəsi, yəni eritrosit kütləsi, qanın plazma hissəsi və qanın laxtalanmasına səbəb olan trombosit. Beləliklə 3 nəfərin həyatı xilas olunur. Qan Bankının rəhbəri Aşura günü insanları
qan verməyə səsləyib. Aşura günündə qan çıxarmağın vacibliyi vurğulanır və buna görə bədənə hansısa formada xəsarət yetirməyə çalışırlar. Bunun əvəzinə bura gəlib qanı steril şəraitdə verə bilərlər. Bununla da nə qədər insanın həyatını xilas etmiş olarlar. Qeyd edək ki, iyunun 16-sından Azərbaycanda Məhərrəmlik ayı başlayıb, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.